Biz necə inkişaf etmişik? Tarixin ən böyük suallarından biri atalar və oğullardır. Daha doğrusu mövzularından biri. İnsanlıq tarixinə diqqət etsək, bu mövzuda bir çox əsərə rast gələcəyik. Bədii ədəbiyyatda, dində, sosiologiyada, siyasətdə və bir çox digər nüanslarda, nöqtələrdə. Məsələn, İsa Məsihin Allahın oğlu olması və ya digər hər hansısa bir yazarın əsərlərində, Dostoyevskinin, Tolstoyun və ya digər adını çəkə biləcəyiniz istənilən adamın və ya ictimai müqavilə adlandırdığımız bir proses mövcuddur. Jean-Jacques Rousseau'nun bununla bağlı geniş bir əsəri də var. İctimai müqavilə deyə. Əsərlə tanış olduqda insanlığın inkişaf predmetlərindən, elementlərindən daha ətraflı məlumat toplusu əldə edirik. Bəs niyə atalar və oğullar bu qədər mübahisə aparıb bu barədə zamansa düşünmüşükmü? Mən zaman-zaman düşünməyə çalışıram. Çünki bizi yetişdirən nəsillərin yaratdığı adət-ənənələrlə düz gəlmirik. İnsanlığı inkişaf elətdirən, onu bu nöqtəyə gətirən, texnologiyanı yaradan, müxtəlif qaydaları, qanunları formalaşdıran, bunların hamısının təməl səbəbi bizə atalarımızdan qalmış ənənələrə qarşı çıxmağımız olub. Düşünə bilirsiniz, hər hansısa bir ənənəyə qarşı gəlməsəydik, biz digər elementləri necə inşa edəcəkdik? Məsələn, dinə qarşı əks fikir olan ateizm və ya kapitalizmə qarşı əks fikir sosializm və ya digər hər hansısa bir fikrə qarşı əks bir fikir. Bu fikirləri necə meydana gətirmişik? Nə üçün meydana gətirmişik? Niyə meydana gətirmişik? Kimlər meydana gətirib? Yəqin ki, bu mövzu bizim çox qısa zamanda müzakirə edib nəticəyə varacağımız bir mövzu da deyil. Ancaq insanlığı düşündürdüyü kimi məni də ən çox düşündürən, yarımçıq papaqçının ən çox işib qaldığı mövzulardan biridir. Biz nə zaman və ya niyə atalarımıza qarşı gəlməyə başlamışıq? Bu mövzuda mənə ən çox təsirləndirən elementlərdən biri Herman Hessenin Siddhartha povesti olub. Povestdə Siddhartha böyük Brahmanın oğludur. Zaman keçir, həyat fırlanır, dünya fırlanır, illər ötür. Bir gün Siddhartha öz oğlu ilə üz-üzə gəlir. Taleyin çərxi deyə bilərik və ya başqa bir ad qoya bilərik, qismət deyə bilərik, insan etdiyinin qarşısına çıxmasını deyə bilərik. Siddhartha'nın oğlu Siddhartha'nın atasının çıxıb getdiyi kimi qoyub çıxıb gedir. Və Siddhartha təkrar həyatı sorğulamağa başlayır. Buddizmin ana hekayələrindən olan bu mövzuda atalar və oğullar üzərində qurulmuş, mənə görə ən mükəmməl mövzulardan biridir. Ancaq təkrar sual ortaya çıxarır. Biz niyə ənənələrimizə qarşı gəlirik? Gəlməyi doğru görürük. Gəldiyimiz, çatdığımız bu nöqtədə bizi var eləyən elementlər və ya bugün bizi yoran, insanlığı tükədən, mənəvi dünyasını məhv edən bütün bu proseslərin təməl kökündə insanoğlunun mübahisəsi dayanmırmı? Qarşı gəlməyi dayanmırmı? Biz nəyə, niyə, nə üçün qarşı gəlirik? Bilmirəm. Bu barədə kim nə düşünür? Və niyə belə düşünür? Mağarasından oturaq həyata keçmiş insanoğlu tayfalar yaratdı, qəbilələr yaratdı, şəhər dövlətləri yaratdı, bir-biri ilə dava elədi, bir-birinin qanını tökdü. Və bütün bunları
həqiqətən inkişaf üçün belədir. Əldə etdiyi inkişaf bugün insanoğlunu qane edirmi? Ancaq görünən odur ki, insanoğlu yenə də dayanmır. Daha böyük bir yola addımlamağa çalışır. 21-ci əsrdə bizi ən çox qorxudan mövzulardan biri texnofeodalizmdir. İnsanlıq müxtəlif sistemlər qurdu, hüquqi dövlətlər meydana gətirdi, milli kimliklər formalaşdırdı. Ancaq bugün artıq insanlığın buna etiraz etmə gücü də qalmayıb. Daha doğrusu belə deyərdim, 20-ci əsrdə insanlar hökumətlərə etiraz edə bilərdi, qanunları dəyişdirə bilərdi və s. Ancaq biz bugün əlimizdəki texnologiyaya etiraz edə bilirikmi? Digital dünyanın, sosial medialar olmasa bir-birimizlə necə münasibətlərimizi qoruyub saxlayacağıq? Hansı ki, onlar bizim insan olma elementimizi əlimizdən alıblar. O element ki, bizim təməl iç güdümüz idi. Sosiallıq. Sosial media adlandırdığımız platformalar bizim sosiallığımızı əlimizdən alıb. Texnologiya bizi bizdən uzaqlaşdırıb, insanı insan olmaqdan uzaqlaşdırıb, sorğulamaqdan uzaqlaşdırıb, fərdiyyətçiliyə gətirib çıxardıb. Bir nöqtədə insanı inkişaf etdirən fərdiyyətçilik olub, ancaq bugün fərdiyyətçiliyi insanın başına böyük bir bəlaya çevrilib. Bu bəlayla necə mübarizə aparacağıq? 50 il sonra texnofeodalizmi mi yaşayacağıq? Yoxsa texnologiya insana xidmətmi göstərəcək? İnsan dayanmır. Marsda koloniya qurmağa hazırlaşır. Günəş sistemindən çıxmağa can atır. Galaktikanı öyrənməyə çalışır. Bunlar bir nöqtədə bizə bilmədiyimiz müxtəlif suallarımızın cavabı olur. Necə ki, vaxtında biz nağıllar uydurmuşduq. İldırımı çaxırdı, onu bir tanrıya bağlayırdıq. Zəlzələ baş verirdi, tanrının bizə əsəbləşdiyini, qəzəbləndiyini düşünürdük. Ancaq artıq bugün bu sualların cavabını bilirik. Əslində bəs buna görə də dinlərə ehtiyacımız qalmayıb. Ancaq mənəvi dünyamızı bununla bərabər ciddi şəkildə sarsıtmışıq. Bu sarsıntılarla necə mübarizə aparacağıq? Nə deyib mübarizə aparacağıq? İnsan alət yaratmaqda çox peşəkardır. Çayların, dərələrin qabağını kəsib böyük su hövzələri yaratmışıq, elektrik stansiyaları qurmuşuq. Ancaq bunun ekologiyaya vurduğu zərərləri həmənki vaxtda hesablamamışıq. Yaratdığımız hər şeydə belə olmuşuq. Birinci etmişik. Nəticələrini sonradan görmüşük. Müsbətini və ya mənfisini. Bugün də eyni şeyi təkrar edirik. Texnologiyanı dəhşətli bir sürətlə inkişaf elətdiririk. Onun zehinlərimizə, biologiyamıza və genetikamıza vuracağı zərərləri isə hesablamırıq. Biz nə edirik? Niyə edirik?